Sabirabadda Qəzalı körpünün üzəri ilə hərəkət edən kombayn kanalı aşıb. Körpünün uçması nəticəsində baş verən hadisə kombayn sürücüsünün ölümü ilə nəticələnib. Sakinlər deyir ki, körpünün qəzalı olmasından aidiyyatı qurumlar da xəbərdar idi. Lakin dəfələrlə edilən müraciətlərə baxmayaraq qəzanın aradan qaldırılması üçün heç bir iş görülməyib. Hadisə Sabirabad rayonunun Sarxanbəyli kəndində qeydə alınıb. Sarxanbəyli kənd sakini 37 yaşlı Nurlan Kərimov idarə etdiyi pambıq yığan kombaynla kəndin ərazisindəki Milmuğan dren kollektorun üzərindəki körpüdən keçərkən körpü uçub və kombayn kanal aşıb. Hadisə nəticəsində ağır xəsarətlər alan sürücü hadisə yerində həyatını itirib. Kənd cəmaatı üstünə beton qırıqları uça-uça yenə cənazəni çıxartdılar buradan. 3 uşaq başsız qalıb. Keyfiyyətsiz bir xırda yamaq qoyublar. O da bu vəziyyətə gətirdi, çıxartdı. Kənd sakinləri deyir ki, körpünün qəzalı olması ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət edilib. Lakin baxan olmayıb. Elə bədbəxt hadisəyə də səbəb körpünün qəzalı olmasıdır. 2 ilə yaxındır ki, bu körpü bu vəziyyətdə idi. Bütün aidiyyat üzrə qurumların xəbəri var idi. Bütün kanallarda, bütün sosial şəbəkələrdə bu haqda çəkilişlər olub. İntihası əməl olunmayıb. 53 ildir mən gözüm açandan bu körpünü ilə köhnə vəziyyətdə görmüşəm. Mən bunu köhnə körpü kimi tanımışam. Bu körpüdən sarıda müəyyən aidiyyatı qurumlara biz müraciət eləmişik. Faktla bağlı araşdırma aparılır. Yaqub Mehdoğlu, Vüqar Qaliboğlu, Diana Cəlali, Spice Xəbər, Sabirabad.